Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər, əziz şagirdlər və müəllimlər. Deməli, bilirsiniz ki, 1 mart 2026-cı il tarixində OTK-nın həm 10, həm 11-ci sinif üzrə sınaq imtahanı keçirilib. 11-lər üçün olan sınaq imtahanının izahları kanala yerləşdirilib artıq. Baxaq 10-cu siniflər üçün olan sınaq imtahanındakı riyaziyyat suallarının izahına. Zəhmət olmasa kanala abunə olub, fikirlərinizi bölüşməyi unutmayın. 31-ci sualdan davam edək. Başlayaq, daha doğrusu davam edək, yox başlayaq. Deməli, bu hər zaman müsbət ədəddir və hər zaman mənfi 1-dən böyükdür. Ona görə 31-də doğru cavab D variantı. Yəni müsbət ədəd həmişə mənfidən böyükdür, bərabər ola bilməz, ancaq böyük ola bilər. Yəni doğru cavab D variantı. 32 nömrəyə tapşırığa bax. Yusif müəyyən bir işi təhlikdə 6 saatda yerinə yetirir. 1 saatda işin 6'da 1'ini görəcək. Həmin işi təhlikdə Həsən 12 saatda yerinə yetirir. 1 saatda 12'də 1'ini görəcək. Onlar ikisi birlikdə 3 saat işləyiblər. 3'ü mötərizənin içinə vursam 2'də 1 plus 4'də 1 bərabərdir 8'də 6. Bu da bərabərdir 4'də 3. Bunlar 4'də 3 hissəsini görüblərsə 4'də 1'i qalır. 4'də 1 də faizə çevirəndə 100'ə vuracam, olacaq 25%. Yəni 25% yerinə yetirilməmiş qalacaq. A və B natural ədədləri üçün A bərabəri 7B. A-nın yerini gətirək 7B yazaq. 7B çıxılsın B bölünsün əbob. A-nın yerinə 7B yazsam 7B B. 7B'dən B çıxanda 6B əbob. Biz bilirik ki, əbobun qarşısına ortaq çıxa bilər. B-ni çıxaracam əbobun qarşısına. Qalacaq əbob 7-1. Yuxarı 6B işim yoxdur. 7 ilə 1'in əbobu bizə 1'i verir. Bir dənə B qalır. B-lər də gedir, qalır 6. 33 A variantı. 34 nömrəyə tapşırığa baxaq. ABC həqiqi ədədləri üçün verilənlərə görə bunu tapın. Gəlin bunu açaq. AB plus AC plus B kvadratı plus BC plus 2. Deməli, burada biz nəyə baxmalıyıq? Fikir verək nəyə? Baxın. B üstə gələcəyini mənə adam 14 verib, düzdür. Burada da AB daha doğrusu. AB üstə gəl BC-ni yerinə mən nə yaza bilərəm? 14 yaza bilərəm. Sonra bizə əlavə olaraq şərtdə nə verib? B kvadrat plus AC 1'dir. B kvadrat plus AC-nin də yerinə mən nə yaza bilərəm? 1 yaza bilərəm. 14 plus 1, 2 də var. Bu da bərabərdir 17. Doğru cavab D variantı. Otuz 5 nömrəli tapşırıqla davam edək. 35 nömrəli tapşırıqda bizə deyir ki, düzgün altı bucaqlının perimetri. Gəlin düzgün altı bucaqlı çəkməyə çalışaq. Düzgün altı bucaqlının tərəfinə mən bir A desəm, perimetr düzgündür deyə 6A olacaq. Biz də bunun demişik ki, böyük diaqnalı böyük diaqnal tərəfin 2 mislidir. 2A. Perimetrin ən böyük diaqnalına nisbəti perimetr 6A'dır. Ən böyük diaqnalı 2A'dır. Və bərabərdir 3'ə. D variantı. Davam edək 36 nömrəli tapşırıqla. AB hasilini tapın. Gəlin bunları bir-birinə vuraq. Kök 3 minus 1. Bu kök altında 12'ni mən 4 vur 3 kimi yazsam, olacaq 2 plus 2 kök 3. Kök 3 çıx 1. Və buradan da mən 2'ni ortaq vuruq kimi çıxarsam, qalacaq kök 3 plus 1. 1 plus kök 3, kök 3 plus 1 eyni şeydir. Bu bizə verir müxtəsəri. 2'nin işim yoxdur. Birincinin kvadratı çıx ikincinin kvadratı. Bu da bərabərdir. 2 vurulsun. Kök 3'ün kvadratı 3, 1'in kvadratı 1. 4. 36 D variantı. 37 nömrəli tapşırığa baxaq. Yenə də bunun müxtəlif cür vuruqları ayırma üsulu var. Müxtəlif cür vuruqları ayırma üsulu var. O vuruqları ayırma üsulundan birinci kökləri tapmaqdır. Bu misal üçün kökləri tapmaq biraz yorucu ola bilər. İkinci parçalama üsuludur. Parçalama üsulu ilə əslində işləyə bilərik. Gəlin belə edək də burada. 12x kvadratı 5x'i gəl belə parçalayaq. 3x müsbət 3x plus çıx
8x kimi parçalayaq. Minus 2 görək bu bizə nə verəcək. Bu ilk ikisindən 3x-i çıxarsam qalacaq 4x plus 1. Buradan da 2-ni çıxarsam qalacaq 4x plus 1. Buradan 4x plus 1-i ortaq vuruq kimi çıxarsam nə qalacaq? 3x minus 2. Belə cavab varmı? 4x plus 1, 3x minus 2, 37D variantı. Sonra 38 nömrəli tapşırığa baxaq. ABC üçbucağında bucaq A 45 dərəcədir. Bura 45 dərəcədir. BC A B C. Bucaq A 45-dir, BC 6 kök 2-dir. Bu üçbucağın xaricində çəkilən çevirən radiusu. Biz bilirik ki, sinuslar teoremi var bizdə. Sən 10-cu sinif şagirdi. 9 olsa yox. 9 olsa bunu bu yolla demək olmaz. Bu sualı izah eləmək olmaz. Amma 10-cu siniflər artıq bunu keçiblər. 6 kök 2 bölünsün sinus 45 bərabərdir 2 r. Yəni xaricə çəkilən çevrənin radiusudur da bu. Sinus 45 dərəcə. Çarpaz vursam 6 kök altında 2 bərabər sinus 45 kök 2 bölü 2-dir. Vururam 2 r, çarpaz vururam. Hər tərəfini 2-yə vursam 12 kök altında 2 bərabərdir 2 kök altında 2 bölü r. Nələr gedir? Kök 2-lər gedir. 2r bərabərdir 12, r də bərabərdir 6. Yəni biz sinuslar teoremin yazanda bərabərlik, 3 dənə bərabərlik yazırıq və yazırıq bərabərlik 2r-ə. Bu r burada xarici çəkilən çevirən radiusudur. 39 nömrəli tapşırığa bax. Bunu əzbər də yaza bilərsən. AB-nin açıqlığıdırsa, AB-nin daxilində yerləşirsə, birləşmə B-ni verir, kəsişmə A-nı verir. Yəni doğru cavabımız 4 olacaq. Və yaxud da bunu sən belə də baxa bilərsən. Deməli, burada AB-nin daxilində yerləşir. Yəni AB-nin açıqlığıdır. ENA 3-də bura 3 yazmalıyam. MB 4-dürsə bura 1 yazmalıyam ki, ümumi 4 olsun. Birləşmə ümumidir bizə, yəni 4-ü verir yenə də. Birləşməli elementlərin sayı. 40 nömrəli tapşırığa baxaq. Deməli, yazıram nə? 2-də 1 x çıx x bərabərdir b minus 3a. 2-də 1 x-dən biz x-i çıxsam qalacaq mənfi 2-də 1 x b minus 3a. Hər tərəfi mənfiyə vursam 2-də 1 x bərabərdir 3a çıx b. Burada 3a çıx b-nin yerinə aşağıda 3a çıx b-nin yerinə gətirib yaza bilərəm. X bölünsün 2-də 1 x bərabərdir 1 bölünsün x-lər gedir 2-də 1. Bu da bərabərdir. Doğru cavabımız 2. 40-da doğru cavab B variantı. 41 nömrəli tapşırığa baxaq. Çox sadə bir tapşırıq. Kəskin iki vətənin xassəsidir. A-im 3-dür. A-im 3-dür. B-im 12-dir. C-im 4-dür. Burada bir x yazdım. Onda olacaq 4x bərabərdir 36. X də bərabərdir 9-a. Kəskin iki vətənin xassəsidir da. 4x bərabərdir. Bax, belə yazaq. 3 vur 12. Belə də yaza bilərsin. Və DM parçasının uzunluğunu istəyir bilsən. DM-i də 9 tapdım da mən. 41D variantı. 42 nömrəli tapşırığa baxaq. Baxaq 42 nömrəli tapşırığa. 42 nömrəli tapşırığın izahına baxaq. Deməli, tapşırıqda deyir açıq 4b, 2b, minus 2-də 1a ifadəsini deyir sadələşdirin. Biz yuxarıdan nəyə çıxara bilərik qarşıya? Yuxarıdan gəlin mənfi 2-ni çıxaraq qarşıya. Yuxarıdan mən mənfi 2-ni qarşıya çıxarsam, nə qalacaq burada? Deməli, mənfi 2-ni çıxarsam qalacaq. 4b-dən mənfi 2-ni çıxarsam qalacaq 2b çıxılsın. 2-ni qarşıya çıxartma, hər bir həddin 2-yə bölmək deməkdir. Mənfini də çıxartmışam deyə 1 bölünsün 2a bu formada. Buradan da 2b minus 2-də 1a. Bax belə. Bunlar da gedir. Qalır mənfi 2. 42 doğru cavab Y variantı. Baxaq 43 nömrəli tapşırığın izahına. ABC həqiqi ədədlər üçün doğru bərabərsizlikdir, müəyyən edin. Deməli, biz burada nəyə baxmalıyıq? Baxın. Gəlin bunlara özümüzdən ədədlər verək. Ən gözəli ədədlər verməklə baxaq. Tutaq ki, bu olsun mənfi 2,
Bu olsun mənfi 1, bu olsun müsbət 1. B minus A birinci. B nədir bizdə? Mənfi 1 çıxılsın A. Mənfi 1 minus mənfi 2. Mənfi 1 çıxılsın mənfi 2. Bu da bərabərdir. Mənfi 1 plus 2. Bu da bərabərdir. Müsbət 1. Ödəyir. Aha. Heç buna burada da əslində demiyorlar. B-dən A-nı çıxanda. B-də də demiyorlar. Çünki B A-dan böyük olduğuna görə çıxanda müsbət alınır. Bu düzdür. A üstə gələk B. Mənfi 2 üzərinə mənfi 1. Mənfi 3 bölünsün C. 1 mənfi eləyir. Mənfi 3 eləyir. Səhvdir. Müsbət mənfi olmalıdır. C minus B. 1-dən böyükdən kiçiyi çıxanda təbii ki müsbət eləyir. Yəni 1 çıxılsın B-də mənfi 1-dir. Bu da müsbət 2-dir. Bu da düzdür. Demək 1 və 3 düzdür. Doğru cavab D variantı. 44 nömrəli tapşırığın izahına baxaq. Deməli, bunu gəlin kəsirinə yazaq. 2 bölü 3x bərabərdir 2y bölünsün 27. Çarpaz vuraq bunu. 6xy bərabərdir 54. xy bərabərdir 9. Doğru cavab 9. 45 nömrəli tapşırığın izahına. A ədədi B-nin 3də 2-sidir. A B-nin 3də 2-sidir. A bərabərdir B-nin 3də 2-sidir. 3də 2 B. B C-nin 4də 3-üdür. B bərabərdir 4də 3 C. Aha. Buradan deməli, hər tərəfini 3-ə vursam 3A bərabərdir 2 B-yə. Bizdən C bölü A nisbətini istəyir. Buna ehtiyacım yoxdur. Buradakı B-ni gətirim yerinə yazım. A bölü C-ni istəyir. A bərabərdir. Nə baş verəcək burada? Deməli, A bərabərdir. 3də 2 vurulsun B. B-ni yerinə yazıram 4də 3 C. Buradan C-lər gedir. Qalır A bərabərdir 4də 1 C. Hər tərəfini 4-ə vursam 4A bərabərdir C. C bölü A-nı istəyir da bizdən. C-nin yerinə 4A qoysam 4A bölünsün A. Bu da bərabərdir 4. Doğru cavabdır. 45-də doğru cavab 4. Yox, bir də biz hesab səhv elədik. Bu 2-ni itirdim mən burada. 4də 2. Bununla aparaq. Burada 2 qalsın. Onda olacaq A bərabərdir 2də 1 C şəklində. Buradan da C bərabərdir 2A-ya. C-nin yerinə mən 2A yazsam, onda olacaq belə. 2A bölünsün A. Bu da bərabərdir 2 doğru cavabımızdır. 46 nömrəli tapşırığa baxaq. ABC üçbucağında M-in orta xətti. Gəlin mən bu üçbucağı qıraqdan çəkeyim. Çünki bu biraz balacadır. Bunun üzərində işləmək olmayacaq. Deməli, bu olsun belə. Bu olsun belə. Formada. Və bura bir A-dır. Bura N-dir. Bura M-dir. Bura B-dir. Bura C-dir. Mənə nə deyir şərtli adam? Deyir, ABC üçbucağında M-in orta xətti. Orta xətt tərəflərin yarısıdır. Yəni, eyni zamanda burada bura bərabərdir. AM M-nə bərabərdir. AM də M-nə bərabərsə burada 2 xətt yazmalıyım. Bucaq C 50 dərəcədir. M-in B-nin dərəcə ölçüsünü istəyir. M, N, B buranı istəyir məndən. Burada çox önəmli bir qayda var. Gəl biz bu üçbucağa fikir verək. Bu üçbucaqda möhtəşəm üçlük var. Bax, bərabər hissələr. AM, MB, MN. Bu bərabər hissə. Ümumiyyətlə biz burada ilkin olaraq nəyə bilməliyik? Bu hissə, baxın. Bura paraleldirsə, çünki M-in orta xətt daxil oturacağı paralel olmalıdır M-in. Bunu biraz düzgün seçək. Aha. 50 desə avtomatik olaraq mən buranı 50 almış oluram. 50 deyim 40 yazıram, halaldır mənə. 50 almış oluram. Düzdürmü? Çünki uyğun bucaqlar yaranır da. Bu da kəsəndir. Uyğun bucaqlar yaranır burada. 50'dir. Və rənglədiyim üçbucaqda bu bucaq 90 dərəcədir bizdə. Çünki M-in AM, MB möhtəşəm üçlük yaratıya 90 dərəcə olur. 50-dirsə bura qalır 40. Bizdə nə istəyir? M-in B 40 dərəcə. Belə. 47 nömrəli tapşırığa baxaq. XY. Aşağıdan XY çıxarsam mötərizə xaricdən qalacaq X plus Y bərabərdir 48. XY-in yerinə gətirib 4 yazım. 4 vurulsun X plus Y bərabərdir 48.
X üstəgələ y də bərabərdir 12. Ortaq məxrəc edeyim bunu. Ortaq məxrəc olacaq x, y plus x. X plus y 12 almışam. X, y də 4'dür. Bu da bərabərdir 3. Doğru cavabdır. 48 nömrəli tapşırığa baxaq. Düz xətləri hamısı O nöqtəsində kəsişir. A, O, E. A, O, E. Bura bir əlifə desəm. C, O, F-ə bərabərdir. C, O, F. Bu da olacaq alfa. Özü mənə deyir ki, A, O, E, C, O, F-ə bərabərdir. Davam edirəm. A, O, C, yəni bu bucaq, beta, bərabərdir B, O, F-ə. B, O, F-ə bura. Betdir. Biz burada nəyə bilməliyik? İlkin olaraq bilməli olduğumuz məqam nədir? Mən bura baxası olsam, baxın, bu üç bucaq və üç bucaq deməyək də bucaq. Burada yaranan bunlar qarşılıqlı bucaqlardır. Özünüzdə görürsünüz. Yəni, alfa bərabərdir betdir. Bu belə. Və daha sonra bu üç bucaq bizdə açıq bucaq olduğuna görə, üç bucaq deyirəm, bu bucaq bizdə açıq bucaqdır. Açıq bucaq olduğuna görə burada nə yaranır? Yaranan nədir? Yaranan odur ki, beta plus 2 beta plus alfa bərabər 180. Alfanın yerinə beta yazsam, 2 beta plus beta 180. Sonra 3 beta bərabər 180. Beta da bərabərdir 60'a. Bunlar bərabər idi. Onda alfa da 60'dır. İndi bizdən adam nə istəyir? BOC-nin dərəcə ölçüsü. BOC-ni gəlin tapaq. BOC. Bizdən bunun dərəcə ölçüsünü istəyir adam. Bu bucağın dərəcə ölçüsünü istəyir. Rəngləyirəm ki, aydın görəsiniz. BOC bucağının dərəcə ölçüsü, o da alfa plus betadır da. Alfa plus beta. Hər ikisini 60 almışamsa cəm olacaq 120. 49 nömrəli tapşırığa baxaq. A və B tam ədədləri üçün A kiçikdir bərabərdir, kiçikdir bərabərdir B. Bərabərsin 3 dənə tam həlli var. Çox gözəl bir sual əslində. Baxın, A kiçikdir bərabərdir, kiçikdir bərabərdir B. Bu bərabərsin 3 tam həllindən biri A'dır, biri B'dir. Deməli, ortada bir dənə həll olmalıdır. Yəni, A və B-ni biz elə seçməliyik ki, bunların arasında bir dənə tam ədəd olmalıdır. Hasili 8 olan belə bir hal hansıdır? 2 və 4'dür da. 2 və 4'dür. Ona görə A-nın yerinə 2, B-nin də yerinə 4 yaza bilərəm. Gətirib yazaq görə, bu şərti ödəyirmi? Deməli, 2 kiçikdir bərabərdir, kiçik bərabərdir. Bunun tam həlləri 2-dir, 3-dür, 4-dür. Gördünüz? 3 dənə tam həlli var, 3 dənə tam həlli oldu. Deməli, A 2'dir, B 4'dür. Burada yerinə yazaq. A'nın kvadratı 4, B'nin kvadratı 16. Cəm də mənə verəcək 20'ni. Doğru cavab 49-20. 50 nömrəli tapşırığa baxaq. Mərkəzi O nöqtəsində olan çevrədə. Bu da gözəl bir sualdır. AB və AC toxunanlardır. BAC 60 dərəcədir. Bura 60'dır. AB 12 kök 3'dür. Bura 12 kök 3'dür. Onu bu da 12 kök 3 olacaq. Çünki bir nöqtədən çəkilən toxunanlar bərabərdir. AB 12 kök 3 olarsa BMC qövsünün uzunluğunu tapın. Gəlin bunu birləşdirim. Bunu birləşdirək. Və mən qövsün uzunluğunu tapmaq üçün radiusu tapmalıyam. Bunların zaten bərabər olduğunu bilirəm. Onda deməli məndə BC də nədir? 12 kök 3'dür. Düzdürmü? 60'dırsa bura 120'dir. Səbəb nədən ibarətdir? Səbəb ondan ibarətdir ki, 2 dənə toxunan çəkilərsə bu iki bucağın cəmi bizə həmişə 180'i verir. Onda bucaq BOC mərkəzi bucaq olduğuna görə söykəndiyi qövsə bərabərdir. Yəni bura 120'dir. Bunların hər ikisi radiusdur axı. Onda bu da 30'dur, bu da 30'dur. Gəlin bu üç bucağı çıxarım çölə və bizdə BC də dedik onu 12 kök 3 olduğuna görə. Çünki bərabər tərəfli olduğu alınır. AB AC-yə bərabərdirsə, təpə 60'dırsa, təbii ki, burada 60 dərəcə olmalıdır. Gəlin bu BOC bucağını çıxarım çölə. Bura 120'dir. Bura 30'dur. Bu da 30'dur. Bura 12 kök 3'dür. Daha doğrusu bura 12 kök 3'dür. Bu BC tərəfidir. Bu da O'dur. Və bunu əzbər şəkildə deyə bilərik ki, bura 12'dir.
120 30-33 bucağında 120'nin qarşısındakı tərəf 30'un qarşısındakı tərəfin kök 3 mislidir. Niyəsini göstərirəm. Bax burada bir də hündürü endirsən. Bərabər yandan endirilmiş hündürlük həm də tənbəlində 60. Həm də mediandır. 12 kök 3-dürsə 6 kök 3 6 kök 3 olur. Düzdür. Bunu heç bilmirəm də deyək. 60'ın qabağında 6 kök 3-dürsə digər katetim 6-dır. 30'un qabağı 6-dırsa hipotenuzum 12-dir. Vəssalam. Gördüm tərəf 12 aldım. Yəni 120 30 üst bucağında 120'nin qarşısındakı tərəf 30'un qarşısındakı tərəfin kök 3 mislidir. Yadda saxlamaq olar. Yəni bura olur 12. BMC qövsünün uzunluğu L bərabərdir pi r alfa. Alfa mərkəzi bucaq 120 bölünsün 180. Bax belə. İndi burada bizə pi-ni verməyib. Pi-ni verməyibsə yəqin ki bu pi ilə olacaq bizim cavabımız. Deməli 12'ni vururam 120'yə bölürəm 180'ə. Pi r'in kvadratı 12'nin kvadratı olmalıdır burada. İxtisar da edə bilərik əslində. Bu sıfırları ata bilərəm. 12'nin kvadratı 144 vurulsun 12 bölünsün 18. 144 vurulsun 12 bölünsün 18 96 pi də var əvvəldə. 96 pi. Yəni doğru cavabımız 96 pi olacaq. Bu 50 nömrəli tapşırıqdır. Bizim neçə sualımız qalır bundan sonra? 55. Yəni burada bizim cavabımız elə 96 pi olaraq qalacaqdır. Yəqin ki bu kağıza kodlaşdırılan bir sualdır. Çox güman ki. Burada biz hesab səhv eləmişik. R kvadratı yox, R olmalıdır bu. Mən elə birinci 10 elə yazmışdım. Qövsün sektorun sahəsində R kvadratı. Bəli, R olmalıdır orada. Hər şey doğrudur. Bir dənə R olmalıdır. Bu sıfırlar gedir. Olur 144 pi bölünsün 18. Bu da bərabərdir 8 pi doğru cavabımız. 96 pi yox 8 pi. Qövsün uzunluğunu pi r alfadır. Bölü 180 8 pi'dir. Sonra 51 nömrəli tapşırığa baxaq. Natural ədədlər sırasında artan deyir natural ədədlər sırasında. Ən böyük fərq 10'dursa, ən böyük ədəddən ən kiçik ədədə çıxmalıyam. Çünki daima artır bu 10'dur. A-nı tapıram 2'dir. A 2'dir. İndi bizə deyir ki, ən böyük median 6'dır. Tək sayda olduğuna görə ortadakı bizim median olaraq götürülə bilər. C də bərabərdə 6'dır. O zaman gəlin yazaq 2, B, 6, 10, 12. C'də 6'dır da. Onda B bizdə nə ola bilər? Artan sıra dediyinə görə 3 ola bilər, 4 ola bilər, 5 ola bilər. Bu da bizə verir 60 doğru cavabdır. Artan sıra dediyinə görə getdikcə artır və mümkün qiymətlər və natural ədəd deyir biz. Ona görə onluq kəsir falan ola bilməz. 52 nömrəli tapşırığa baxaq. Tənliyin həqiqi kökü yoxdur. Həqiqi kökü olmaması üçün diskriminant sıfırdan kiçik olmalıdır. D kiçikdir 0. X'in əmsalının kvadratı m kvadratı minus 4ac minus 4ac. Deməli 4 vurulsun x kvadratın əmsalı vur c kiçikdir 0. M kvadratı kiçikdir 36. Kiçikdir olanda yerləşir köklərin arası. Mənfi 6 6. İkinci halda bizə bunun da iki müxtəlif kökü varsa bunun da diskriminantı sıfırdan böyük olmalıdır. İki kökü olsa böyük bərabər. İki müxtəlif dediyinə görə böyükdür 0. Yəni bərabər köklər ola bilməz. 4 çıxılsın. B x-in əmsalının kvadratı. Mənfi 2'nin kvadratı çıxılsın 4 vurulsun 1 vurulsun m. 4ac böyükdür 0. 4 minus 4m böyükdür 0. 4m kiçikdir 4. M də kiçikdir 1'dən. M kiçikdir 1'dən bir də bu. İndi bunların mən təbii ki kəsişməsini tapmalıyam. Bura mənfi 6'dır. Bura 1'dir. Burada 6'dır. Deməli mənfi 6 6. 1'də 1 6. Baxaq görək burada bizim hesab səhvimiz olmasın. 1 6. Bax belə. 1'dən kiçikdir. 1'dən kiçikdir belə olur da. Biz o biri mənfi 1'dən kiçiklərdir da. Mənfi 1'dən kiçiklərdir. Bura 6'dır. Mənfi 1'dən daha da müsbət 1'dən kiçiklər də bu tərəfdə bizə. Yəni bunun həlli olur, kəsişməsi olur. Mənfi 6 1 arası. Buradakı yerləşən
n parametrin mümkün tam qiymətlər -5 qarı ilə yazaq mı qarışmasın. -5, -4, -3, -2, -1 və 0. Yəni -6 1 arasında 2, 4, 6 dənə həllim olur mənim. Yəni doğru cavabım olur 6. 53-də doğru cavab 6. 53-ə baxaq. BD tənbələndi. AB-nin BS nisbəti 3-ün 4-dədir. 3x 4x. Aha. AC-ni 8/4 verib AD-ni istəyir. Bura 1x yazsam. Ümumini 8/4 veribsə, bura olacaq 8/4 minus x deməyək də x-im var AD. Və 3x-in 4x-ə nisbəti bərabərdir. 3x-in 4x-ə nisbəti bərabərdir. A-nın demə 8/4 minus A-ya nisbəti. 8/4 minus A-ya nisbəti. Deməli, buradan x-lər gedir. Çarpaz vursam nə alıram? 4A bərabərdir. 3 dəfə 4-ün 12. 3 dəfə 8-in 24, 25. Çıxılsın 3A. 7A bərabərdir. 25/2. A bərabərdir. 3 dəfə 7-nin 21. 42-də də 7, 6 dəfə. 3/6. Elə bizdən AD-ni istəyirdi. Doğru cavab 3/6. 54 nömrəli tapşırığa baxaq. Kamil pulunun 20%-ni Həsənin pulunun 30%-nə bərabərdir. Kamilin pulunun 20%, Həsənin pulu. Kamilin pulu olsun 12. Baxın, Kamilin pulu olsun 12. Həsənin pulu olsun 10y. Yəni əlbəttə x, y versəm kəsir gedəcək. Ona görə 10x, 10y verim, kəsir getməsin. Kamilin pulunun 20%. 10x'in 20%, 10x'in 20% bərabərdir. Həsənin pulunun 30%-nə. 10y'in 30%. Vəssalam. Sıfırlar gedir. 2x bərabərdir 3y-ə. X olur 3k. Y də olur 2k. Bitdi. Gətirib yerinə yazdım. Deməli, Kamilin pulu olur x 3k, 30k. Həsənin də pulu olur 20k qədər. İndi mənə nə deyir? Kamil pulunun 10 manatını Həsənə verirsə, Kamilin qalır 10 manatın verib 30k minus 10 manat. Həsənə verirsə, Həsənin də pulu olur 20k minus üstə gəlir 10 manat. Və mənə deyir ki, yenə pulları bərabərdir. Buradan 10k bərabərdir nəyə? 10k bərabər 30-dan 20-sin. Hə, 10k bərabərdir 20-yə. K da bərabərdir 2. Məsələn, K 2. Bizə nə deyir? Əvvəlcə Kamilin neçə manat pulu var idi? 60 manat olurdu o zaman. Bizə baxaq görə hesab səhvimiz getmədi. Bir hesab səhvi görmürəm. Məncə düzdür. Bir problemimiz yoxdur. Doğru cavab 60 olmalıdır. Yəni Kamilin pulu 60-dır, Həsənin pulunun hissəsi də 40-dır. Sonra 55-ci sonuncu suala baxaq. Diaqonalı yan tərəfinə perpendikulyar olan bərabər yanı trapesiya. Bir dənə trapesiya götürüm. Burada mən bəzi şeylər deyəcəmsə, bunu mən hər izahda demişəm. Yəni mən izahlarında bu tip sualların hamısında mən bunu demişəm. Ona görə yenə də gəlin baxaq. Baxın. Bura 90 dərəcədir bizdə. Perpendikulyarda özümə şərtdə veribdir. O zaman burada mən nə alıram? Bura 5'dir. Baxın, bura 5'dir. A, B, C, bu da D olsun. Və bura 13'dür bizdə. Trapesiyanın sahəsini istəyir. Trapesiyanın sahəsi orta xətt vur hündürlük. Burada bir hündürlük yenilirsəm, burada yaranan bu AH bərabər yanlı trapeziyada. Baxın, bərabər yanlı trapeziyada. Endirilmiş, yəni təpədən, Körbuca təpəsindən endirilmiş hündürlüyün ayırdığı böyük hissə orta xəttə bərabərdir hər zaman. AH orta xətt. Bu səni narahat edirsə 2 dənə hündürlük endirməklə tapa bilərsən. 5, bu da 4, 4. Belə də baxa bilərsən. Amma
Bunu belə tapmaq istəmirsənsə, qayda ilə də tapa bilərsən ki, AH orta xəttdirsə, onda orta xətt oturacaqların cəminin yarısıdır. 9. Avtomatik bura olur 4. Çünki ümumi 13-dür. Düz buzaq təpəsindən hündürlük endirsəm, hündürlük bərabərdir 9 vur 4 36 h kvadrat. H da bərabərdir 6. S bərabərdir. Orta xəttim 9, hündürlüyüm 6 54. Belə də baxa bilərsən, elə də baxa bilərsən. Sən necə uyğundur, elə bax. Belə. Demək olar, suallar hamısı yekunlaşdı. İnşallah növbəti izahlarda görüşərik. Sağ olun, kanala abunə olub fikirlərinizi bölüşməyi unutmayın.